Bakıdan Ağdama avtobus reysi fəaliyyətə başlayır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı-Ağdam müntəzəm avtobus reysi təşkil ediləcək. Sentyabrın 26-sından etibarən Bakı Beynəlxalq Avtovağzal kompleksindən yola düşəcək avtobusların son dayanacaq məntəqəsi Ağdam Dəmir Yolu və Avtovağzal kompleksidir. Marşrut xətti üzrə aralıq məntəqə olaraq Quzanlı qəsəbəsi təyin edilib. Avtobuslar Bakıdan Ağdama hər gün saat 8:50-də, əks istiqamətdə isə saat 8-də yola düşəcək. Bir istiqamət üzrə gediş haqqı 13 manat 90 qəpikdir. Biletləri yalnız onlayn qaydada Biletim Az portalı üzərindən əldə etmək mümkündür. Azərbaycan vətəndaşları Biletim Az portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.